inanclarla bağlı tabii ki Elşad Miri ilayəçi gələcək. Alim, hoş gəlmişsiniz Elşad bəy. Hoş gəldiniz və düşünürəm ki, artıq məsələ ilə bağlı bir ətraflı məlumatı sizdən alacağıq. Buyurun. Aha, eşidirdinizmi söhbətlərimizi? Tamaşaçılarımızı bir salamlayın. Mən də bütün bizi tamaşa eləyənlərə, baxanlara və Vasim müəllimə sizə də hər kəsə salamlayıram. Bəli. Sabahınız xeyir olsun deyirik artıq. Yəqin hər vaxtınız xeyirdir. Hər vaxtınız xeyir, günortanız xeyir. Bəli, bu inanclarla bağlı, inanc deyil əslində, fala baxdırmaq, fala inanmaq, fala getmək. Bu haqda istəyirəm bir qısaca da olsa fikirlərinizi bildirəsiniz. Baxın, ümumiyyətlə, biraz əvvəl Vasim müəllim qeyd elədi ki, bizdə belə bir fikir formalaşıb ki, fala getmə, faldan da qalma. Bu kökündən yanlışdır, bunu deyək birinci. Çünki Quran-ı Kərimdə, məsələn, Maidə surəsinin 90-cı ayəsində sadəcə elə bir məqam var ki, fal oxları ilə bağlı məsələ. Yəni, həmin dövrdə deyək ki, onlara məsələn, kəhanət, kahinlik və s. bu cürə qələmə verirdilər. Lakin elə dövrümüz, müasir dövrümüzə gəlib çıxanda, indi bu günlərin adlarını, nə bilim, caduyu açan, görücü, baxıcı, ekstrasens və s. adlarla adlandırıb, insanların psixoloji vəziyyətindən istifadə edib özlərinə mənfəət qazanırlar. Yəni, özləri başqa bir növ aktyorluğu və yaxud da aktrisalardan daha fərqli bir şəkildə həyata keçirirlər və bununla da maddi vəsait qazanırlar. Halbuki həmin o insanların özlərinin həyatına baxdığımız zaman görür ki, onların həyatları belə özləri çox belə dırnaqarası xoşbəxtlik içindədirlər. Bəli. Həqiqətən deyil. Övladlarına baxırsınız, ailələrindən baxırsınız. Amma İslamda bir qayda var ki, məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, hədislərində, deyir ki, bir insan falçıya gedərsə, Muhammedə göndərilən nədir? Quranı inkar etmiş olur. Başqa bir hədisində deyir ki, əgər bir insan həmin o falçı, baxıcı, astroloq və s. onun yanına gedərsə, baxın, İslamın ən böyük dinin dirəyi namaz sayılır, deyir ki, 40 gün ibadəti qəbul edilməz. Yəni, bu çox böyük riskdir. Yəni, bu nə deməkdir? Muhammedə göndəriləni inkar etmək, yəni bunu İslamı, insanı dindən çıxarmağa gətirib çıxarır. O yerlərə ki, hansı insanlar gedir? Hansısa bir ümidi olan və yaxud da onu tezləşdirmək istəyən, hansısa psixoloji problemləri olan və yaxud da tezləşdirmək istəyirəm. Ya da ki, elə bir yerdədir ki, istəyir həmin yeri daha da məsələn gücləndirsin. Mən demədim, mən istəyirəm. Yəni, cəmadımızda belə bir şey var. Yox, siz belə müsahibənizi demişsiniz ki, qabaqcana bilmək istəyirəm, səbirsizlənəndə soruşuram. Hə, istərsən, məsələn. Yox, o insanın... Vasim bəy, o insanın onsuz da yaradılışında, fitrətində var. Nə isə bilmək, görünməyəni bilmək, qadağaların üzərinə getmək. Ona görə də bütün insanlar həmişə bu məsələlərə münasibət bildiribdilər, insanlar gedibdilər. Lakin dinlər gələndən sonra bunların, məsələn, Quran-ı Kərimdə konkret olaraq ayələr var ki, qeybi, yəni bilinməyəni Allahdan başqasının bilməsi mümkün deyil. Peyğəmbərlər belə Allahın onlara bildirdiyi qədər bilibdilər. Tamam, mən üzr istəyirəm, sizin sözünüzü burada keçəcəm. Bayaqları mən dedim, Peyğəmbərimizə cadu olunub, əslində cadu deyil, mən onu oxumuşdum, seyir olunub. Seyir olunub və bu da İmam Əli tərəfindən, mən bunu oxumuşam, yəni İmam Əli tərəfindən də bu tapılıb və bir də bir göz duası var da, gözə aid bir dua və yaka belə bir göz duası var. İndi mən onlara aydınlıq bunlara da bir balaca aydınlıq gətirib. Bir də deyində qurd dişi nəyəsə yarayır. Sizin dişiniz nəyə yarayırsa, qurd dişi də ona yarayır. Yəni, biraz əvvəl mən qulaq asırdım arkada, deyir ki, məsələn, qurd dişi çatlayıbdır. Yəni, insanın dişi ağzında çatlayır, qaldı ki, o qıraqda çatlayır. Yəni, bu karies olub, yəqin. Karies olub, ovulub, belə çatlayıb sonra. Ya da ki, kalsium çatışmamazlığından da 100% yaxşı dişlərini fırçalanır. Onlar üçün dişlər yaxşı olub. Kalsium çatışmamazlığından dişlər çatlaya bilər, yəni. İndi gələn onda mən onu sürtəydim hər gün. Kalsiumla, ftorla, belə ftor pasta var. Yəni, o həyatda elə bir şey var ki, insan özü belə. Yəni, biz gəncliyimiz və yaxud da uşaqlığımız eyni olmur ki, günü-gündən biz elə bir mərhələdir ki, biz daha fərqli bir sferaya çevrilir. Yəni, qocalırıq, yaşlanırıq. Bu proses gedir. Həyatda da olan hər bir şeydə o gözlə bağlı xahiş edirəm. Keçən dəfə mənə bir şey deyirlər. Mənə kim görür bu sözü deyir. Mən doğrudan heç sevmirəm o ifadəni. Deyirlər ki, sən bağlayıblar yolları və artıq mənim ətrafımda yaxınlarım bilir, mən sevmirəm belə şey. Tanımayan insanları bilir də, yəni ki, mən sevmirəm. Tam bağlayıblar da yollarımı. Deyirəm, yaxşı, tutalım sən, mənim qabağıma çıxdın, apardın, mənim yollarımı açdın. Səni tanımayan insan da yolları bağlı qalıb və Allahın ədaləti hardadır, Allah Taala'nın.
Gözəl. Estağfurullah. Yox. Baxın, Yox, yəni, həqiqətən ən Allah əsası- Quran-Kərimdə deyir ki, Allah ədalətli, ədalətli, Allah ədalətli, rəhmət Şeydə ədalətli. sənin yolları bağlayıblar. Əstəğfurullah Allah. Yəni biz siz necə? Hərdən mənə doğrudan da gülünç gəlir ki, insanların psixoloji durumu, yəni bu qədər mi istifadə etmək olarmı, mümkündürmü? Fakt eləyirlər də. Məsələn, inanın televiziya məkanlarında belə eləyirlər. Necə eləyirlər? Verilişə bir də görsə elə ekstrasensi çağırırlar ki, bəzən aparıcı onunla elə münasibət qurur ki, qorxur ki, buna nəsə eləyər, bunun beynindəkini oxuyur, ürəyindəkini oxuyur. Ekstrasenslər necə? Məsələn, Yəni bir ekstrasenslik də o adı başqa müasir formasıdır. Yəni kahinliyin, falçılığın daha fərqli bir formasıdır. Ekstra hiss. Yəni sizin güya əlavə hisslərinizlə bu oynayır. Yox, indi Birinci bax, o bayaqlar adamın dedi ki, özünün hisslərinə baxmaq Şeyxat mən lazımdır. Qurban bax bayaqlar Buyurun. dedi ki, peyğəmbərimizə sehr olunub. Və burada Fələq Nas surəsi də Cənab-ı Cəbrail tərəfindən nazil olunub peyğəmbərimizə. O da bilirsiniz də quyudan Həzrət Əlinin vasitəsilə 22 düyünlü bir seyir tapılıb. Düzdürmü? Və bunu da Fələq Nas surəsini Həzrət Əli oxuyaraq bu seyirdən O peyğəmbərimizi dediyiniz azad məsələ, edir. dediyiniz məsələ həqiqətən də məsələn Quran-Kərimdən sonra ən mötəbər kitab sayılan Buxarinin hədis kitabında var. Aha. Ancaq bir məsələ var ki, həmin o Fələq və Nas surələri bu hadisə olub Mədinə dövründə peyğəmbərin, amma həmin o Fələq və Nas surələri isə Məkkə dövründə nazil olub. Yəni burada biraz ziddiyyətli bir məqam var. Aha. Digər bir məsələ. Məsələn o deyir ki, gözdəymə ilə Gözlə. bağlı ayə, o əslində ayə gözdəymə ilə bağlı deyil. O çünki bəyin yakadul ləzinə kəfara səni sanki gözləri ilə yıxacaqdılar demək. O ümumiyyətlə peyğəmbərimiz də Amma Türkiyədə göz duası var. olsun Göz da, duaları yəni var. Türkiyə bizim üçün nümunə deyil ki, bizim üçün əsas Qurandır. Peyğəmbərimizin hədisləridir. Yəni hansısa ölkədə nəyin olub olmaması o demək deyil ki, İslam təbii ki, onlarda da etalon olmalı. deyil, amma Bəli. göz- İndi peyğəmbərimizin hədisi var. Deyir əl-aynu haqqun. Yəni göz haqqdır, nəzər haqqdır, var. Ancaq bu yəni metafizik bir məsələ olduğuna görə bunu fizioloji, fiziki hər hansı bir qanundan da aradan qaldırmaq mümkün deyil. Bəs necə aradan qaldırırıq? Biz həmin o Qurani-Kərimdən, Eşitmədim. hədislərdən. Belə bir şey deyim də, elmi tərəfdən gəlin buna bir açıqlama gətirək də, elmi tərəfdən. Məsələn, hipnozdan danışaq, ekstrasenslərdən danışdıq, hipnozdan danışaq. Məsələn, mən uşaqlıqda hipnoz olunmuşam. Yəni bu bir qüvvədir, hipnoz olunmuşam. Bir dəfə də bu yaxınlarda, müsəlman bu yaxınlar 1 il bundan öncə Vasim mənim dostumuz Zirəddin qonağım idi. Mən ona heç nə soruşmadım, nə keçmişlə, nə gərək, o söhbət ondan getmir. Amma mən onun əlindəki qüvvənin səsini mikrofonda eşitdim. Nə səs çıxırdı ki orada? Çox uğultu bir səs idi. Ona Onun qalsa enerjisini- internetdə də yazırlar ki, zəlzələ qabağı Bakıda Bir uğultu dəqiqə. gəlir. Mən bir şey deyim, heç tərəfdarı deyiləm. Yəni falçı, yəni öncə görmə bilirsiniz, yəni bunu yəni hər halda. Amma o enerjinin səsini deyirəm, bu nə səsidir? Çünki hətta mən o anonsu onu verəndə dedilər ki, Nani özündən ordasan, mən heç vaxt elə şey etmərəm. Bu insanlarda biotoplar Mən bəzilərində çoxdur. başımın üzərindən neçə dəfə belə elədi və uğultusunun, bədəninin enerjisinin səsi mikrofona düşdü. Bu mənim şəxsən özümün gördüyüm bir şeydir. Ekstrasenslik var və bunu inkar etmək olmaz. Xeyr, bilirsiniz necədir? Bu da siz dediyiniz Aha. məsələ. Bəlkə başqa səs imiş, sizə elə gəlib ki, güya Nəyin enerji səsi ola bilər? Hər şey ola bilər insan Nə şey? bədənində. Bir də Yəni Nane üzr xanım. istəyirəm bir şey deyim. Yəni burada ay filan kəsdir belədir, söhbət onda deyil. Baxın, ekstrasens nə edir? Sizi sağaldır. Həkimdir bəyəm. Siz əgər müəyyən bir problem varsa, insana müraciət etməli olduğu həkimlərimiz var. Müalicə alırsan, onunla aradan qaldırmağa çalışırsan. Biz həkimə müraciət eləmədən indi biraz əvvəl gəldiyim adam da deyir, mən bir şey hadisə olmuşdu, Çırdağa getdim, nə bilim bunu elədim. Bunlar peyğəmbərimizin dövründə bəyəm olub. Qurani-Kərimdə varmı bu? Tibetdə həkimlər var, loğmanlar var Tibetlər hansı dindir? Buddizm. Tibetdə loğmanlar var ki, nəbzi yoxlamaqla bütün diaqnostik edirlər. Həkim də sizə məsələn diaqnoz qoyur, düzdürmü? Bu artıq sınanılmış bir şeydir. Neçə adam gedib, vallahi sınanılmış bir şeydir. Aydın deyilsə and içməyin elə bir şeyə. Ümumiyyətlə insana, məsələn nəbzini yoxlamaqla müəyyən deyək ki, xəstəliklər deyə bilər, ancaq hər şey demək mümkün deyil. Bu həkimlər də sizi birinci növbədə yoxlayanda nəbzinizi yoxlayırlar da. Yəni bunun o dini tərəfi, nə bilim Tibetdə belədir, Çində belədir. Bu yanlış bir şey. Həkim mənim nəbzimi yoxlayıb mənə deyə bilməz ki, sənin qaraciyərində problem var, sənin ödün daşır və s. və ilə axıra. Bunlar ATV-nin ekranında, ATV-də verilişlərin birində, il içində verilişində Bəli, yaxşı bəli, mənim xatirə. yadımdadır. Bir neçə ekstrasiyasi çağırdılar, böyrək çatışmazlığı Bəli, olan bir bəli, adamla bəli, bax. baxmışdım. Yəni biabır oldu o insanlar. Yəni ona görə bu hisslər və yaxud da Agün Kazımova bu bir veriliş aparanda çağırdı birini ki, mən tava ilə baxıram. Tava zad da gətirdi. Təsəvvür edin, mən o adamın yanında üfunət ilə otura bilmirdim. Niyə? Çünki bu insanlarda həqiqətən normal bir şərait yoxdur, normal bir yaşayış yoxdur ki, o da nə isə nümunə kimi göstərsin. Əgər elə bir şey olsaydı, peyğəmbər özü deyir ki, mən deyir qeybi bilə bilmərəm, mən qiyaməti bilə bilmərəm. Yəni bunları bilmədiyi halda biz peyğəmbərdən üstün mü olduq?
Yəni Aydındır. peyğəmbərin hətta münasibətləri. Bitdi yəni diş məsələsi bitdimi? Bəli, diş də bitdi. Yəni konkret olaraq onu Öz dişini də yəni dişin cibində gəzdirib inana bilərsən. Vasif, doğrudan deyirəm. Yəni dişdir çatlayıb öz inandırıb özünü. O dişdir 2 dəfə çatlayıb. Kimin səninlə nə iş var ay Vasif? Baxın, sizə bir şey də deyim. Ona yox, onu demə. Yox, Onu demə, ona razı deyiləm. Göz muncuğu ilə bağlı bir şey deyil. buyurun. Təsəvvür eləyin bu. Nanədə də var, nanədə də var. Bu kasıbçılıqla, gözümüzə qaldı. bu kasıbçılıqla, imkanlıqla bağlı olan bir məsələ deyil. Hər kəs həmişə, çünki insan da fitrəti var, yaradılışı var, təbiəti var, psixologiyası var bunun. Həmişə fikirləşir ki, buna nəsə deyə bilər, nəsə eləyə bilər. Göz muncuğu dünyada ən çox bir dəqiqə istehsal edən ölkə Rumıniyadır. Rumuniyada da bu işlə məşğul olur türklər. İndi Çin onları keçib. Neyinir? Adi şüşələrdən düzəlmə bir şeydir. Təsəvvür edin, bunu düzəltməklə, asmaqdan biz Allaha şərik qoşmuş oluruq. Olmaz ha. Bu İslamda baxın ən böyük günah Allaha Bağışlayıram ortaq onu sənə, qədim bir Allaha gözüm ortaq ucaldı ya. qoşmaq, şərik qoşmaq. Ona görə də məsələn biz güya buna Allah Bəs üzərin tərkibində bilirəm ki, bir yağ var. O yağ insan əhval-ruhiyyəsini yaxşı elədiyi üçün insanlarda elə gəlir ki, belə deyək də, nəsə dəyişdi, nəsə bir tibbi cəhətdə mən onu araşdırmışam çünki. Bax mən dediyim kimi də inanclar. heç bir həkim gəlib deyə bilməz ki, həmin o üzəriyin belə müsbət bu qədər xeyirləri var. Yox, Ona sən qalsa içində yağ var çəkili birdən. otu var, çayımıza dəmləyib içirik. İt burnu var, onları dəmləyib içirik. Bunlar daha xeyirlidir, nəinki üzəriyi yandırırıq güya nəsə eləyir. Bu həqiqətən də elə tibbi cəhətdən ən gözəl cavabı odur. Kəklikli çayıma təzyiqi salırıq. Baxır da kimdə hansı problem var ona görə dəyişir. Amma deyək ki, kimsə məsələn üzərliklə baxır, ay nə bilim bunu eləyir. Bunlar hamısı yanlış bir şeydir ki, bəd ruhlara aparılır. Ümumiyyətlə ruh insanı yer üzündən qayıtmır insan vəfat edəndən sonra. Bu getdi və Quran-Kərimdə də ayə var ki, onlarla sizin aranızda bərzaq var, maniyə vardır. Bitdi Vasim Ərəmli. Gedin o dişi də atın. Bir saniyə, bir sual da verim də. Əgər burada mən Peyğəmbərə 40 sual kitabını oxumuşam vaxtıyla və bir kitab da vardı. Orada da belə bir şeyə rast gəlmişdim orada ki, bəs Peyğəmbərimiz səhabələrinə İftixarə açam. Yəni Quran açıb baxarmış öz səhabələrinə. Birincisi gəlin belə deyək. Peyğəmbərimizin dövründə Qurani-Kərim tam olaraq gəlməmişdi. Quran-Kərim yavaş-yavaş gəlirdi. Bəli, yavaş-yavaş gəldi. İndi bizim fikirləşdiyimiz kimi kitab halında deyildi. Kitab halında Ömərin xəlifəsi dövründə olub. Papirusun üstünə yazılırdı və s. Həmin dövrdə də Peyğəmbərimiz kiməsə açıb istixarə eləməyi bu özü ən azından yüngül ifadə ilə desək gülünc bir şeydir. Nəyə görə? Çünki istixarə... Amma bu var yazılıbdır. O səhv yazılıbdır. Nə olsun yazılıb? Hər yazılana bəyəm inansaq Yaxşı yazılana inanmaq, kitaba inanmaq. Hayır, o kitab səhvdir. Mən adını çəkmədim ona görə reklam olmasın deyə. Çox yanlışlıqlar var o kitabda. Ona görə baxın, Peyğəmbərimiz gələndə insanları birinci növbədə nəyə qəbul elətdirməyə çalışırdı. Deyən ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Yəni hamı inanır Allaha. İndi kimi də danışdırsaq deyir ki, mən Allaha inanıram. Bir sual daha verirəm. Bizim mömin insanlarımız var. Gedirik ziyarət edirik qəbirlərini. Bu nə qədər düzgündür? Baxın, Peyğəmbərimiz qəbirləri ziyarət eləməkdir. Gedirik ziyarət edirik məsələn Mövsüm ağanın qəbrini. Ziyarətgahları. Mən bir şey söyləyim mi? Hə, biz belə deyək də bu uzun mövzudur Vasim müəllim. Verişdən sonra xahiş edirəm. Olmaz elə şeylər. Bəli, danışaq. Çünki sponsorlarımız haqqında danışmalıyıq. Verişimiz artıq yekunlaşır. Suallarınız çoxdur. Mən hiss etdim. Bu çox yaxşıdır. İnsan araşdırıb sonra nə hiss etməlidir. Çox gözəl idi. Sadəcə də vaxtımız məhdud olduğuna görə mən bu mövzu ilə bağlı inanırsınız ki, həm dinləyərəm, həm də söhbət etməyi çox xoşlayıram. Amma vaxtımız məhduddur.